Hər kəsi salamlayıram, xoş gördük. Əziz abituriyentlər, bu videom 2018-dən 2024-ə qədər bütün blok imtahanlarına düşmüş loqaritmik funksiyalar, tənliklər və bərabərsizliklər suallarının izahları olacaq. Dəstək məqsədli növbəti videomuzdur. Dəstək məqsədli WhatsApp qrupumuza qoşulmaq üçün rəy bölməsində kanalın, belə deyək, qrupun linkini yerləşdirəcəm. Asanlıqla qoşulub yararlana bilərsiniz. Bundan əvvəlki videolarımda integral, törəmə və bir sıra testlərin izahlarını, daha doğrusu mövzuların qəbula düşmüş 2018-2024 aralığını əhatə edən sualların izahlarını vermişəm. Kanaldan tapa bilərsiniz. Belə, imtahanda sizlərə uğurlar arzulayıram. İnşallah hər şey yaxşı olar. Maraqlı bir 45 dənə, səhv etmirəmsə, sual izahı bizi gözləyir. İndi baxaq onların hər bir izahlarına. Hər birinin izahına. Kanala abunə olmağı unutmayaq, dəyərli şagirdlər. Birinci sualımız belədir. Deyir ki, loqaritma ifadəsini sadələşdirin. Bu hissəyə baxın. Baxın, bu hissəyə baxıram. Bu hissəmiz loqaritma 5 əsasından. İndi bu 5 var ha. Baxın, göstərirəm. Baxın, bu 5 kökün, bu kökün daxilinə gedən zaman 5 üstü 5 kimi kökə daxil olur. İçəridə də bir dənə 5 var, olur 5 üstü 6. Yəni, qaldı belə bir şey. Burada da 5 var, bu 5-ci dərəcə. Bir də kökün altında 5-ci dərəcədən 5 üstü 6. Baxın, diqqətlə oldu belə. Və bu köklər bir-birinə vurulduğu zaman eləyəcək 25-ci dərəcə. Baxın, bu iki kökü bir-birinə vursam, olur loqaritma 5 əsasdan 5 vurulsun. 5 üstü deməli 25, yəni belə də kökün altında 25-ci dərəcədən 5 üstü 6. Bu da şagirdlər loqaritma 5 vurulsun 5 əsasdan 5 vurulsun 5 üstü 25-də 6 deməkdir. Burada da 1 var. Bunlar əsaslar eyni olduğu üçün qüvvət üslər toplanır. Qalır 25-də 31. 1 üstə gəl 25-də 6, 25-də 31. Və bildiyiniz kimi bu xassəyə görə qarşıya keçir. Bunlar ixtisar gedir, qalır 25-də 31. Və bura qədərini həll etdik biz. Qaldı loqaritma əvvəl 5 əsasdan deməli belə 31 bölünsün 25. Belə. Bu da loqaritmanın xassəsinə görə 5 əsasdan 31 çıxılsın. 5 əsasdan 25 deməkdir, o da 2 eləyəcək. Yəni D variantı. İkinci sual. 2-də bərabərsizliyini həll edin deyir. Bərabərsizliyi həll etmək üçün bilirik ki 4 minus 2x sıfırdan böyük olmalıdır. Və 4 çıx 2x da kiçikdir 4 üstü 0. Bu xassəyə görə, daha doğrusu 4 üstü 2. Çünki loqaritma A əsasdan, yəni baxın, loqaritma A əsasdan B bərabərdir x tənliyi, B bərabərdir A üstü x olur. Bu da 4 üstü 2 edir 16. Bunları işləmək lazımdır. Buradan x kiçikdir, müsbət 2 edir. Buradan isə mənfi 2x kiçikdir 12-dən, x də böyükdür mənfi 6-dan. 2-dən kiçiklər mənfi 6-dan böyüklər. 2-dən kiçiklər, bura 2-dir, kiçiklər, burada da mənfi 6 var. Mənfi 6-dan böyüklər. Kəsişmə düşür mənfi 6 2 aralığına. Mənfi 6 2. B variantı. Üçüncü sual. Loqaritma 8 əsasdan 5 m-dirsə, 8-i yazın şagirdlər belə. 2 üstü 3. 3 qabağa 3də 1 kimi keçir. Bu da 5 bərabərdir m-ə. Buradan loqaritma 2 əsasdan 5-də m bölünsün 3də 1-dir. Yəni 3m deməkdir. Hər tərəfini 3-ə vursam. Loqaritma bizdən soruşur ki 5 əsasdan 4-ü bir tapın. 5 əsasdan 4-ü də yazın. 2 üstü 2. 2-ni gətirin qabağa. Bərabərdir n. İndi şagirdlər bu 5 əsasdan 2. 5 əsasdan 2. Nə deməkdir? M-in hasilini soruşur bizdən.
mn hasili. İndi 5 əsasdan 2, bu da 2 əsasdan 5. Bir-birinin tərsidir. Onda mən gətirib 5 əsasdan 2-nin yerinə 1 bölünsün 3m yaza bilərəm. Çünki bunun tərsidir. 5 əsasdan 2-nin yerinə 2 əsasdan 5-in tərsini yazdım gətirib. Bərabərdir n-ə. Buradan da 2 bərabərdir 3mn. Bizdən də mn hasilini soruşurdu. Cavab elədi 3-də 2. A variantı. Dördüncü sual. Deyir bunu işləyin. Parçalasam 6 üstü x vur 6 plus 2 vur 6 üstü x bərabərdir 48. 6 üstü x'i çıxartsam 8, 48, 8'e bölsəm 6. X'ın 1 olduğu görsənir. 5-ci sual. Elgi 36. Baxın bu ikisi çıxmanın xassəsi. Loqaritma 36 bölünsün 4 demək deyilmi? Bu da eləyir elgi 9. Çıxılsın elgi 0.9. Yenə də həmin xassədir 90 böl 9 10 eləyir elgi 10'da 1 deməkdir. Cavabımız elədi 1. 6-cı sual. Bərabərsizliyinin ən kiçik tam həllini soruşur. Şagirdlər. Bunu yazaq belə. Bunu yazaq belə. 4'də 1 üstü 3 bölü x vurulsun 4'də 1 üstü mənfi 2. Üstə gəl 4'də 1 üstü 3 böl x. Böyükdür 68'dən. İndi şagirdlər, bunu belə yazırıq da. 4'də 1 üstü 3 böl x'i mötərizə xaricinə çıxartsaq, bu 4'də 1 üstü mənfi 2. Bilirsiniz ki 16 eləyir. Bir də üstə gəl 1 var. Mötərizə xaricinə çıxartmışam. Və böyükdür 68'dən. 4'də 1 üstü 3 böl x böyükdür 68'i 17'ye böləndə 4'dən. Bunu da yazsam 4 üstü mənfi 3 böl x 4 üstü mənfi 1'dir qarşına vuruldu. Mənfi x böyükdür 4 üstü 1'dən. Qaydaya görə əsaslar eynidirsə qüvvət üsləri bərabərləşdirdik. Aldım bu şəkildə. İndi şagirdlər, hər tərəfini mənfiyə vursam x-da 3 kiçikdir mənfi 1'dən. Buradan x-da 3 plus 1 kiçikdir 0'dan. Ortaq məxrəc 3 plus x-da x kiçikdir 0'dan. Bərabərsizliyi də işləsək bu şəkildə kiçikdir 0'dan. Bunun da həlli bura 0'dır. Bura mənfi 3'dür. Həll aralığımız olacaq buralar. Yəni mənfi 3 və 0. Ən kiçik tam həlini soruşur. Mənfi 2. Bərabərsizliyin ən kiçik tam həlli mənfi 2. Ümid edirəm heç bir hesab səhvi eləmədim şagirdlər. Müəyyən hesab səhvləri olsa nəzərə alarsınız, rəy bölməsində bildirərsiniz. 7-ci sual. X-i deyir tapın. Xassəyə görə bu 7 qabağa gəlir, vuruldu 14 loqaritma 5 əsasdan x. 4 qabağa gəlir, loqaritma 5 əsasdan x bərabərdir 36. Bu da loqaritma 5 əsasdan x 14 4 18 36 böl 18 2. X da tapsam 5 üstü 2 25. Sualımızın cavabı 25. Sonra 8-ci suala baxıram. Dənliyin kökləri belə olarsa bunu hesablayın. İndi şagirdlər hesablayaq. Qaydaya görə bu 2 qabağa gəlir. Baxın bura 2 qabağa gəlir. Olurmu? 2 loqaritma 25 də 5 üstü 2'dir. 2 də bu 2'də 1 kimi qabağa gəlir. Bundan ixtisar gedir. Qalır yalnız belə. Çıxılsın loqaritma 5'də 1 5 üstü mənfi 1'dir. Bu mənfi 1 atsam qabağa olar üstə gəl 2.
Bu da aydın məsələdir ki, loqaritma 5 əsasdan x1 vur x2 deməkdir. İndi bunun tənliyin də köklər cəmi, daha doğrusu köklər hasili. 5'i 0.2'ye bölmək lazımdır burada. Çevrilmiş kvadrat tənlik düzəltmək üçün. Bu da eləyir 25. Aydın məsələdir ki, bunun da cavabı 2'dir. Çünki 25 502 yazılır, 2 qabağa gəlir. Cavab oldu 2. 9-cu sual. Təyin oblasına daxil olan təyin oblasti. Bilirsiniz ki, bu x-3 fərqlidir 1-dən olmalıdır, x fərqlidir 4-dən. Bir də x-3 böyükdür 0-dan olmalıdır, x böyükdür 3-dən. Sonra bu 7x çıxılsın x kvadratı da vurğulara ayıraq. X'i çıxartsam 7 çıx x da 0-dan böyük olmalıdır. İntervalla baxsaq. Şagirdlər, bura 0'dır, bura 7'dir. Böyükdür aralığımız olmalıdır, buralardır. Çünki intervallar gətirsəydik belə -1 yazsam mənfi, müsbət, mənfi edəcəkdir. Və bir də bu aralıqda deyirik ki, 3'dən də böyüklərə baxmalıyıq. Baxın, 3'dən böyüklər yazdım. İndi şagirdlər, bunun kəsişməsi hara düşdü baxaq. Baxın, kəsişmə düşdü bura. Burada da cavabımız olur belə. Birdən qaldıraq. Cavabımız olur belə. 3'dən 4'ə qədər birləşmə 4, 7. Bu 4 burada daxil deyil. Bax, ona görə onu oradan çıxartdım. Daxil olan tam ədədlər biri 5'dir, biri də 6'dır. Onların hasili də 30 eləyər. Şagirdlər. Bu da belə. Sonra 10-cu sualla davam edirəm. Bərabərsizliyin ən kiçik tam əlini soruşur. Şagirdlər, baxın, bu 0,5 əsasdan 2x plus 8 yuxarıda, 3 aşağıdadır. Böyükdür 2 üstü mənfi 2x-dan. Bu 10/5, 2'də 1'dir. 2 üstü mənfi 1'dir. Yəni 2 üstü mənfi 2x plus 8 bölü 3 böyükdür 2 üstü mənfi 2x-dan. Burada da bu 2 1'dən böyükdür. İşarə dəyişi biləmir. Qalır belə. 2x plus 8 bölünsün 3 böyükdür mənfi 2x-dan. Çarpaz vursam mənfi 2x minus 8 böyükdür mənfi 6x-dan. Bunu keçirsəm sağa müsbət 4x böyükdür 8'dən. X də böyükdür 2'dən. Ən kiçik tam həlli 2'dən böyük ən kiçik tam həlli bunun 3'dür. Cavab oldu 3. Növbəti 11-ci suala baxıram. Sualda deyir ki, funksiyasının qiymətlər çoxluğunu tapın. Şagirdlər, bunu yazın belə. Qiymətlər çoxluğu n bərabərdir. Mənfi b bölü 2 ilə yazsaq. Eləyər müsbət 4. Aparıb yerinə qoyub n tapsaq. 16 çıx 32 plus 21. Mənfi 16, bu da 5. Müsbət 5. Gətirib yerinə yazıram. Loqaritma 5 əsasdan 5. Müsbət sonsuzluq. Bizim qiymətlər çoxluğumuzda deyir 1 müsbət sonsuzluq. Qiymətlər çoxluğumuz axı n müsbət sonsuzluğuydu. N müsbət sonsuzluq. Kökün altında olanda kök n müsbət sonsuzluq. Ən kiçik qiyməti varsa. İndi biz n-i 5 tapdıq. Gətirib loqaritmanın qarşısına qoyanda 5-dən 5 1 elədi. Yəni cavabımız olmalı 1 müsbət sonsuzluq. İndi 12-ci suala baxıram. 12-ci suala baxıram. Tənliyini həll edin. Bunu yazsaq belə. X üstü loqaritma 2 əsasdan 5 üstə gəl. Bu 4 2 üstü 2'dir. 2 bura qabağa gəlir. Eləyir 1. 5 üstü 2 25. 50 çıx 25 də eləyir 25. Bu da 5 üstü 2 deməkdir. Bu hissəni belə yazdıq. Başa düşdünüzdə yəqin. Burada 4 vardı. Bunu yazdım 2 üstü 2. 2 gəldik bura qabağa. Bu loqaritma 2 əsasdan 2 1'dir. 5 üstü 2 25. 50 çıx 25 qalır 25. O da 5 üstü 2. İndi bu loqaritmanın xassəsinə görə 5 ilə x yer dəyişə bilir. 2 əsasdan x bərabərdir. 5 üstü 2 qalar.
Bu 5'lər getdi qaldı loqaritma 2 əsasdan x bərabərdir 2-yə, x də bərabər 4-ə. Cavabımız oldu 4. 13-cü suala baxıram. Deyir ki, bunu hesablayın. Şagirdlər belə deyək də, bu 27 3 üstü 3'dür. 3 qabağa gələndə bu getdi, qalır 3. Yəni qaldı belə 5 loqaritma 5 üstdən 3. Bu da aydın məsələdir ki, bunlar gedir, qalır 3. D variantı. 14-cü sualla davam edək. Sual 14. Tənliyini deyir, həll edin. Deməli 14-cü sual, tənliyini həll edin. Burada 4 qabağa gəlsə 4 LGX üzərinə gəl. Bunu yazın belə də. LG4X yazmaq olar belə. LG4 üstə gəl LGX hasilin cəmə çevrilməsi bərabərdir 2 plus 3 LGX. 4'ün üstə bir dənəsini gəldim. 5 LGX, 3 dənəni çıxdım. 2 LGX bərabərdir 2 çıxılsın LG4. Bunu da yazaq belə. 2 LGX bərabərdir 2 minus LG4'ü yazın 2 LG2. Hər tərəfini 2'yə bölsək LGX bərabərdir 1 minus LG2. Buradan LGX bərabərdir. Bu LG10 deməkdir də. LG10. Çıxmanın xassəsi bölmədir. Qalır LG5. Buradan da x'in 5 olduğunu gördünüz. Cavabım elədi 5. Davam edirəm 15-ci sualla. İfadəsinin qiymətini hesablayın. Deməli bu 5'in üstündə loqaritma kök 2 əsasdan cəmin xassəsi hasildir. Kök 5 plus kök 3'ü kök 5 minus kök 3'ə vuranda 5 çıx 3 qalır 2 bərabərdir loqaritma 5 üstü loqaritma. Bu kök 2'ni də yazın belə. 5 üstü loqaritma kök 2 2 üstü 2'də 1'dir. 2'də 1 qabağa tərsi 2 kimi gedir. Bunlar getdi 1 5 üstü 2'də 25. Yəni D variantı. 16-cı suala baxın. Sual 16. Bərabərsizliyin ən kiçik tam əlini soruşur. 10'da 2 5'də 1'dir. 5 üstü mənfi 1'dir. Yerləri dəyişdim. 2x minus 7 böyükdür 5'dən. Bu bərabərsizlik də 2x minus 7 böyükdür 1'dən olur. Bu 5'lər bu 5 üstüdür, görürsünüz də. Əgər 1'dən kiçik ədəd olsaydı, məsələn belə olmuş olsaydı, tutaq ki, baxın belə olsaydı, baxın işarə dəyişib olmalıydı. X böyükdür 1'dən, diqqətli olun. İşarə dəyişməyi unutmayın. Buradan da x böyükdür 4'dən. Ən kiçik tam 55'dir. 17. D'ni ABC ilə işarə edin, ifadə edin. LGD bərabərdir. Bu 2 gəlir bunun qüvvətinə, olur LG A kvadratı. Bu 2'də 1 gəlir C'nin üstünə. Kök C deməkdir o. Çıxılsın da olanda bölməliyik. Vuranda toplayırıq. Deməli, toplayırıq. Çıxanda isə bölürük. Bu 3 də gəlməlidir B'nin üstünə. Bölünsün B kubu. Bu LG'lər gedər. D bərabərdir A kvadratı kök C böl B kubu. Kvadratı kök C böl B kubu var. 18-ci sual. İfadəsini işləyin. Bunu yazın. Dəyişin yerlərini. Y üstü LG8 və yaxud da ehtiyac var mı? LG'dir bu, var. Y üstü LG8 10 əsasdan da bilirsiniz. Bərabərdir Y üstü LG vurdum 2x. Buradan da LG8 bərabərdir LG2x. X'in də 4 olduğu görünür. 19-cu sual. 19-cu sual. Kök 5 çıxılsın 2. 2 tam neçəsə çıx 2. 0 tam neçəsə işarə dəyişməlidir. X minus 2 kiçikdir bərabərdir. 2 minus x bölünsün x plus 2'dən. Baxın, əsas əgər 0 ilə 1'in arasında yerləşirsə işarə dəyişir.
İndi bunu hesablamaq üçün yazın belə. X minus 2 çıxılsın. 2 minus x bölünsün x plus 2. Kiçikdir sıfırdan. Deməli burada ortaq məxrəc eləyin. X plus 2 ortaq məxrəc eləyəndə x kvadratı minus 4 minus 2 plus x. Kiçikdir bərabər sıfırdan. Qaldı x kvadratı plus x minus 6 bölünsün x plus 2 kiçikdir bərabər sıfırdan. Bunun da kökləri mənfi 3 ilə müsbət 2'dir. Vurgulara ayırsam x plus 3, x minus 2, x plus 2 kiçikdir sıfırdan. İnterval. Şagirdlər, bura mənfi 2'dir deyək. Mənfi 2 məxrəcdədir, daxil deyil. Mənfi 3 daxildir. Və bir də burada 2 daxildir. İndi deyək ki, mənfi 4 yazsam, mənfi, mənfi, mənfi. Elədi mənfi, müsbət, mənfi, müsbət. Biz də mənfi aralıq axtarırıq. Həllimin aralığından biri budur. Bir də bu aralıqdır. Amma mənfi 2 daxil deyil. Cavabım oldu mənfi sonsuzluq. Mənfi 3 daxil, 2 daxil deyil, mənfi 2 daxildir B variantı. Diqqətdən baxın. Bəli. 19 idi bu. 20-ci suala baxıram. 20 belədir. İfadəsinin qiymətini hesablayın. 6 üstəgəl loqaritma 2 əsasdan bu 2'də 1'i 2 üstü mənfi 1 yazın. Burada üstəgəl olsun. Olurmu? Sinus 15 vurulsun sinus 75. Sinus 75'i də kosinus 15 yazın birbaşa. İndi bunu 2'ye vurun, 2'ye bölün. Olacaq mı? 6 üstəgəl loqaritma 2 əsasdan sinus 30 2'də 1 sinus 30. Baxın bu forma. Sinus 30'da da 2'də 1 alır. Vur 2'də 1. Elədi bu da 4'də 1. Yəni 4 üstü mənfi 1. 4 üstü mənfi 1 də 2 üstü mənfi 2. Bu 1 eləyir mənfi 2 qabağa gəlsə 6 çıx 2 eləyər 4. Yəni B variantı. 21-ci sual. Bərabərsizliyini həll edin deyir. Qaydaya görə x kvadratı plus 2x minus 8 bir dəfə böyükdür sıfırdan və bir də x kvadratı plus 2x minus 8 böyükdür bərabər 2'də 1 üstü mənfi 4. 2'də 1 üstü mənfi 4. Bunu da yazın 2 üstü mənfi 1 müsbət 4 kimi. Yəni 16. İndi bir yuxarını işləyin, bir aşağını işləyin, vurguları ayırıb. Bura 2x minus 24 böyük bərabər 0. Baxın, bir bunu işləyəcəksiniz. Qaydanı deyirəm. Bir də bunu işləyəcəksiniz. Alınan cavabları kəsişdir. Vəssalam. Sonra variantı izlə. 22-ci suala baxıram. İfadəsinin qiymətini tapın. Bu 3'dür yəqin ki. 3'dür deyəsən bu. Bunu belə yazaq. 81 3 üstü 4'dür. Olur bu 3 üstü 3'də 4. Loqaritma 3 əsasdan kök 27. Bu da 3 üstü 2'də 3'dür. Çünkü 2 bunun qüvvətidir. 3'də 27'ni almaq üçün 3 üstü 3'dür. Dəyişəndə də belə olur. Bu qabağa gələndə belə deyək də, bu 3'də 2'ni gətirin qabağa. Gətirin qabağa. Olurmu belə? 3 üstü 3'də 4 vur, 2'də 3. Və loqaritma 3 əsasdan 3. Aydın məsələdir ki, bu getdi. Bununla da bu getdi. Qaldı burada 2. Yəni 3 üstü 2, 9 qaldı burada. Çıxılsın. Bunu da yazın belə. Bir kökə salsaz 6 əsasdan, daha doğrusu 6-cı dərəcədən 5. Üstündə də var. Loqaritma 3 əsasdan 64. Bu da görəsən bu 5 mi olmalıydı, yoxsa 3 mü olmalıydı?
Bir dənə 3 kimi hesablasam bunu, 3 kimi hesablasam, olurdu belə də bu. 3 üstü 6'da 1 logaritma 3 əsasdan 64. Bu 6'da 1 də bunun üzərinə gəlsə, olurdu 64 üstü 6'da 1. Bundan da 2 alınır bilirsiniz. Bu da 9 çıx 2 7 ola bilər. Yəqin ki burada 5 yox, 3 olmalıdır. 3. 22-ci sual idi bu. 23-cü sual. Sual 23. Uyğunluğu müəyyən edin. 10 üstü sinus x. Birincisi fx bərabərdir 10 üstü sinus x. Sinus x-in təyin oblastı və qiymətlər oblastına baxsaq, mənfi bir parçasıdır bilirsiniz. 10 üstü mənfi 1, 10'da 1'dir. 10 üstü 1 də 10'dur. Olur bu şəkildə. 10'da 1 və 10. Qiymətlər çoxluğu. 1'ə B variantı gedər. Təyin oblastı falan da var ki, təyin oblastına da baxaq. Bu təyin oblastında sinus x-in təyin oblastı bütün ədəd oxudur. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Üslü funksiyada. Bunu da üslü funksiyada yerinə qoysaq, yazmaq olar. Yəni oldu bunun təyin oblastı həm də Y variantı. Mənfi sonsuzluq və müsbət sonsuzluq. Keçək ikinciyə baxaq. Fx 10 üstü kök altında x çıx 10. Bu kök altı ifadə olduğu üçün böyük bərabərdir 0 yazıram. X böyük bərabərdir 10'dan. Deməli bunun təyin oblastı 10 müsbət sonsuzluqdur. Yəni A. Qiymətlər oblastına baxsaq, kök altı ifadənin qiymətlər oblastı burada deməli 10'dan başlayıb alır. 10 yerinə qoysam 0, 10 üstü 0 da 1'dir. Yəni qiymətlər çoxluğu da olur 1 müsbət sonsuzluq. Bu da belə. Yerinə yazdım. 10 yazdım. 10 üstü 0 alındı. 1. 1'dən başlayır. Ən kiçik 1 alır. 1 müsbət sonsuzluq olur. Üçüncüsü LG-dir. LG x minus 10'dur. Loqaritmanın xassəsinə görə bu 0'dan böyük olmalıdır. 10 müsbət sonsuzluq da təyin oblastı daxil deyil. D variantı da bunundur. Vəssalam. Bitti şagirdlər. 24-cü suala baxıram. Deməli 24-cü sual belədir. 4 üstü x 18'dirsə, deməli bu x yerləşir 2 və 3'ün arasında. Çünki 16 ilə 64 arasında yerləşir 18. 4'ün qüvvətlərindən. 3 üstü y 30'dursa, bu y yerləşir 3 ilə 4'ün arasında. 27 və 81 arasında. İndi modulu açsam, x çıx 3 mənfi olur. Yerlərini dəyişdirin ya qarşıya mənfi atın. X çıx y yenə də mənfi, deməli, tutaq ki 2,5'dən 3,5 çıxsaq mənfi eləyir. Yerlərini dəyişdir, çıxart. Y çıx 4. Y da mənfi eləyər. Moduldan da mənfi çıxmaz. Yerlərini dəyişərəm. Bu, gördüyünüz kimi y'lar gedir. Qalır 7 çıx 2x. Yəni C. 25-ci sual. Tənliyini həll edin. Bunu biz belə yaza bilərik də. Bunu yazın belə. 2 üstü 2 logaritma 3 əsasdan x vurulsun 125 də qalsın belə hələ ki. Bunu yazaq belə. X üstü logaritma x üstü logaritma 27 əsasdan 125 yerlərini dəyişdik xassəyə görə. İndi buradan x ilə 2'nin yerini dəyişsək, bura x yazsaq, bura 2 yazsaq, olur belə. Əsaslar da eynidir. Vurarkən qüvvətçilər toplanır. 2 logaritma 3 əsasdan 2 vurulsun. Logaritma 27 əsasdan 125 bərabərdir 400. Bunda yazın belə. X üstü 2 vurulsun. Logaritma 3 əsasdan 2 vurulsun. 27'ni yazsam 3 üstü 3. Qarşıya 3'də 1 kimi gəlir.
Loqaritma 3 əsasdan 125-i də 5 üstü 3 yazsam qarşıya 3 kimi gəlir. Və 3 də bura vurulur. Bu 1 eləyir. İndi buradan aldım belə bir şey. Bunlar ixtisar getmədi deməli. İxtisar getsə yaxşı olardı. Hər hansı bir səhv varmı görəcəm. 3 əsasdan 2, 3 əsasdan 5. 3 əsasdan 2, 3 əsasdan 5. 3 əsasdan 5. Bir də baxım bu suala. Bir də baxaq görək harda nədə səhv var. Deyək ki, sualı başdan yazacağım. Sualımız belədir. 2 loqaritma 3 əsasdan x kvadratı. Bu kvadratı qabağa gətirsək, olacaq belə 2. Vurulsun 5 üstü loqaritma 27 də 3 üstü. 5 üstü 3'dür, 125. 3'də 1 də qabağa gəlir. 27'nin bu 3'də 1'i qabağa gəlir, ixtisar gedir, qalır belə. Bərabərdir 400 yazsaq. Bu 2 üstü 2'ye deyək 4'dür. 4 demək olar 2 üstü 2'ye. Baxın, belə də yazmalı olar da bunu. Loqaritma 3 əsasdan x vurulsun 5 üstü loqaritma 3 əsasdan x. Bərabər 400. İndi burada 4 ilə x'in yerini dəyişmişdik bayaq biz. Bir də x ilə 5'in yerini dəyişmişdik. Heç dəyişməyib də yazmaq olar da. Baxın, dəyişməsək, bunu belə yazma olmazmı? 20 üstü loqaritma 3 əsasdan x. Baxın, yazmaq olar belə. Bu 400'ü də 20 üstü 2 yazın. Onda loqaritma 3 əsasdan x bərabərdir 2'ye, x də bərabər 9'a. Baxın, bu maraqlı sual idi. 25-ci sual. 26-cı suala baxaq. Sual 26. İfadəsinin qiymətini tapın. Bunu yazaq belə. 3,2 üstü 1 vur. 3,2 üstü loqaritma 3,2 əsasdan 10. Bunlar getdi, qaldı 10. 3,2'ni də 10'a vuranda 32. 27. Bərabərsizliyini həll edin. Bunu yazın 2 üstü 2 çıx x, yerlərini dəyişin. Bu da 2 üstü 2'də 1'dir. Əsas 1'dən böyükdür, işarə dəyişmir. Qaldı belə. Mənfi x böyükdür. 0,5'dən 2 çıxanda mənfi 1,5. X də kiçikdir 1,5'dən. Cavabım A variantı. 28-ci sual. Deyir ki, təyin oblast. Təyin oblastı bilirsiniz ki, böyük bərabərdir 0'dır. İndi bunu yazın belə. 5 üstü x böyükdür bərabərdir 4 üstü x-dan. Hər tərəfini 4 üstü x-a bölsəz, olurmu belə? 4 üstü x-a bölürəm hər tərəfini. Bu 1'i də almaq üçün 4'də 5 üstü x böyükdür bərabərdir 4'də 5 üstü 0 yaza bilərsiniz. Əsas 1'dən böyükdür, işarə dəyişməz. Cavabın 0 müsbət sonsuzluq. B variantı. 29-cu sualla davam edirəm. Müxtəlif sadə ədədlər olarsa hesablayın. Bu loqaritma A əsasından B-dir. Çıxılsın. A əsasdan M, M əsasdan N, N əsasdan S. Baxın, bunlar bir əsasdan digər əsasa keçəndə ixtisar gedir. Qalır loqaritma A əsasından S. Bu hissəni bilirsiniz də niyə olur? Baxın, loqaritma A əsasından M. İndi bunu keçək M əsasa. Daha doğrusu deyək ki, A əsasa. Yazmalıyam bunu belə. Loqaritma A əsasdan N, loqaritma A əsasdan M. Görürsünüz, M'lər getdi, A əsasdan N qaldı. Baxın, A əsasdan N qalmış olur. Eyni qaydada da ixtisar gedib A əsasdan S qalır. Bərabərdir 3. Buradan da B böl S bərabərdir. Daha doğrusu loqaritma A əsasdan B böl S bərabərdir 3. Onda B böl S bərabərdir A kubu. B də bərabərdir A kubu vurulsun S. B ədədinin ən kiçik qiymətini soruşur. Bunlar da necə ədədli? Sadə ədədlərdir. İndi şagirdlər, sadə ədədlərdirsə ən kiçik sadə ədəd 2 və 3'dür deyək. 2 və 3'dür. İndi bunu ən kiçik tapmaq üçün
2 olsa 2'nin kubu 8 vur 3 eder 24. 3'ün kubu yazmış olsaq aya. Vur olsun 2 54 eləyər. Deməli kiçik hasil, kiçik qiymət soruşur bizdən 24. Sual 30. Bərabərsizliyini həll edin. Bu kök 2 2 üstü belə yaza bilirik də biz bunu baxın. 3 məxrəcə düşür bilirsiniz. Kiçikdir bərabərdir 8 üstü 8-də 1 də 2 üstü mənfi 3-dür. Əsas 1-dən böyükdür, işarə dəyişməz. Qalar bu şəkildə. Çarpaz vursaz 5 çıx 2 qız. Kiçikdir bərabərdir mənfi 9-dan. Buradan mənfi 2 qız kiçikdir bərabərdir mənfi 14. X-da işarə dəyişdi 7-dən. Yəni 7 müsbət sonsuzluq. 31-ci sual. İfadəsini hesablayın. Loqaritma 3 əsasdan. Qarşıda nəsə varmı görəsən? Belədir də bu. 9 kök 3. 9 3 üstü 2-dir. Kök 3 də 3 üstü 2-də 1-dir. Bu əsaslar eynidir. Qüvvət üslər toplanır. 2-də 5 qalır. Bu da qarşıya keçir, qalır 2-də 5. Yəni A variantı. 32-ci sual. Bu 9 üstü x ya da bunu belə yazın da. 3 üstü 2-dir. 3 üstü 2x minus 4 çıx 30 vur. 3 üstü x minus 2 plus 81 bərabər 0. Şagirdlər 3 üstü x-ə 1 t deyin. Bu olur t kvadratı vurulsun t üstü deməli 3 üstü mənfi 4. O da 81 deməkdir. Çıxılsın 30 vurulsun t bölünsün 30 üstü 2. Daha doğrusu 3 üstü 2. O da eləyir 3 üstü mənfi 2. 9 düşür məxrəcə. Plus 81 bərabərdir 0. Hər tərəfini 81'ə vursaq mı deyək, tənliyinin köklərinin hasili. İndi buna ortaq məxrəc eləməliyik. Bu biraz uzun gedir. Bunu istəsəz belə eləyək, bax. Əvəz etməni bir dənə diqqətlə bura baxın. Bu 3x-i t ilə əvəz eləməyək. 3x minus 2-ni t ilə əvəz eləyə bilərik. Bu fikir versəniz, baxın x minus 2'nin 2 var da burada. 2'ni mötərizə xaricinə çıxardanda. Buna t desək, buna t desək, olur bu t kvadratı minus 30t bir də plus 81 bərabərdir 0. İndi bunun kökləri, vuruqları 27 ilə 3'dür. Yəni t çıx 3 ilə t minus 27'dir, bərabərdir 0. Vuruqları ayırsaq. Buradan biri 3'dür, digəri də 27'dir. Gətirib əvəz etmədə yerinə yazın. 3x minus 2 bərabərdir 3'ə. X də bərabərdir. Burada 1 var. 1 üstə gəl 2, 3. Biri budur. Bir də 3 üstü x minus 2'ni bərabər edin 27. 3 üstü 3'ə. X də bərabər buradan olsun 5. Tənin köklər hasili 3'də və 5 eləyəcək 15. 3 üstü x-i də əvəz eləsəz alınardı. Biraz uzun gedirdi. Amma belə birbaşa əvəz edib də yazmaq olar. 32 idi. Bu 33'ə baxıram. 33. Burada bunu yazaq belə. 2a üstə gəl 3b'nin mötərizə xaric kvadratı minus 3b'nin mötərizə xaric kvadratı 6ab minus 12ab yaza bilərik bunu. Bərabərdir 13ab. İndi buradan bu kvadrat 2a plus 3b'nin kvadratı bərabərdirmi 25ab-yə? 25ab-yə. Buradan da 2a üstə gəl 3b də bərabərdir 5 kök altında ab. Bunu qiymətləndirdik buradan. İndi şagirdlər, digər tərəfdən baxın nəyə? Baxın buna. Bu LG. Buradan sürətə baxın LG.
Bu 2 qalxır bunun qüvvətinə. Yəni alırıq 25 AB-ni. Bunun kvadratı. Bunun kvadratı 25 AB-dir. 25 AB çıxılsın LG 25. Bölünsün məxrəcdə 5 LG AB var. Bu da LG 25 AB bölünsün 25'dir. Bu şəkildə yaza bilərik bunu. Bir də aşağıda 5 LG AB. 25'lər gedir, qalır LG AB-lər. Bunlar da gedir, qalır 5'də 1. Yəni 0,2. 34-cü suala baxıram. Yuxarı A-B-nin mötərizə xaric kvadratıdır. Bax, uşaqlar, diqqətlə baxın. O hissəni görmək olur. Diqqətlə fikir versəniz. Deməli, bunu biz düşünsək ki, A-B-nin mötərizə xaric kvadratıdır. Bunda A kvadratı minus 2AB plus B kvadratı olmalıdır. Amma fikir versəniz, burada 6 var. Baxın, bu 6 var. Bizdə amma 2AB olmalıdır. Bu 6 olmamalıdır. Ona görə də bunu başqa formada yazmaq lazımdır. Bəs bunu belə yazsaq necə? A minus B vur A plus B kimi yazsaq. Baxın, əgər belə çaşırsınızsa 14 əsasdan 98'ə bir x deyin. A ilə göstərmişik, deyilmi ki, al deyək. Loqaritma 14 əsasdan 2'yə də bir B deyək. Bir B deyək. Onda belə olurmu bu? A kvadratı minus 6AB minus 7B kvadratı. İndi fikir verin. Bunu parçalasaq A kvadratı minus, daha doğrusu plus AB çıxılsın 7AB minus 7B kvadratı kimi vurğulara ayırsaq, olar bu belə. A üstə gəl B çıxılsın 7B-ni çıxarsaq. 7B-ni çıxarsaq. Qalar A plus B kimi. Bu da A plus B, bir də A minus 7B kimi vurğulara ayrılar. İndi yerinə qoysaq, olurmu belə? A plus B, yəni loqaritma 14 əsasdan 98 plus loqaritma 14 əsasdan 2. Bir belə, bir də A loqaritma 14 əsasdan 98 çıxılsın 7B. 7 loqaritma 14 əsasdan 2. Yazıq bunu bu şəkildə. Və bir də məxrəcdə nə var? Loqaritma 14 əsasdan 98 çıx 7 loqaritma 14 əsasdan 2. Fikir verin, bununla bu ixtisar getdi. Qaldı yalnız bu ifadə. Loqaritma 14 əsasdan 98 vur 2, 196. Bu da 14'ün kvadratı deməkdir. 2 də keçdi qabağa, oldu 2. Bax, belə bir sual idi 34. Növbəti 35'ə baxaq. Deməli şagirdlər, bu belə deyək də, bunu yazın belə: 1'in kubu 5x'in kubu. A kubu minus B kubu kimi açsaq bunu 1 minus 5 üstü x və bir də natamam kvadrat 1 plus 5 üstü x plus 5 üstü 2x və məxrəcində də 5 üstü 2x plus 5 üstü x plus 1 var. Bunlar gedər. Qalar 1 minus 5 üstü x bərabərdir mənfi 624. 625 bərabərdir 5 üstü x-a. 625 də 5 üstü 4'dür. X də bərabərdir olur 4'ə. 36. Sual 36. 3'də 1 əsasdandır hər biri. Bunu yazın. 3'də 1 əsasdan
toplama vurulur. X kvadratı minus 16 böyükdür, bərabərdir. Loqaritma 3'də 1 əsasdan 20'ye. Bunu yazdıq belə. İnşagirdlər, bunu 3 üstü mənfi 1 yazın, mənfini atın qabağa. Bunu da 3 üstü mənfi 1 yazın, mənfini atın qabağa. İndi hər tərəfini mənfiyə vurun. Loqaritma 3 əsasdan x kvadratı minus 16 kiçikdir, bərabərdir. Loqaritma 3 əsasdan 20'ye. İndi aydın məsələdir ki, x kvadratı minus 16 kiçikdir, bərabərdir 20'dən. Bir də x kvadratı minus 16 böyükdür 0'dan. Loqaritmanın xassəsi. Bu 20 sola keçir. Olur mu belə? Çıx 20 kiçikdir, bərabər 0'dan. X minus 6 ilə x plus 6'dır. Kiçikdir, bərabər 0. Bu da x minus 4 ilə x plus 4'dür. Böyükdür 0'dan. Bunu işləmək lazımdır. Bunu da özünüz işləyib kəsişdirərsiniz. Kəsişmə. Sonra 37-ci sual. Qiymətlər çoxluğunu soruşur. Y üstü x plus 1 bölü x. Dedik ki, Koşi bərabərsizliyinə görə iki müsbət ədədin ədədi ortası böyükdür, bərabərdir həndəsi ortasından. A da 0'dan böyük, B də 0'dan böyük olarsa. Həndəsi orta AB. Yəni alırıq ki, A plus B böyükdür, bərabərdir 2 kök altında AB. Eyni xassəni tətbiq eləsək, x üstəgəl 1 bölü x böyükdür, bərabərdir 2 vurulsun kökdə x vur 1 bölü x. Yəni bu da 1 eləyir, qalır 2. Bir də A da 0'dan, B də 0'dan kiçik olsa olacaq nə? Mənfi 2'dən. Yazdıq bu şəkildə. Deməli, indi gətirib bunun qiymətlər çoxluğu 2 müsbət sonsuzluqdur. Bu isə mənfi sonsuzluq 2 idi. Gətirib üzərində yazsaz olacaqdı nə? Y üstü. İndi y'nin qiymətlər çoxluğu bildiyiniz kimi, daha doğrusu üslü funksiyanın qiymətlər çoxluğu 0 müsbət sonsuzluqdur. Ona görə də bu mənfilərə düşməz, 0'da dayanar. 0'dan 1 böl 0'dan y üstü mənfi 2'ye qədər. Bu da 1 bölü y kvadratı deməkdir axı. Və bir də 2'ni gətirib y'nin üzərində yazsaq, eləyir nə? Birləşmə y kvadratı müsbət sonsuzluq. C variantı. 38. Bir bərabərsizliyini həll edin. İndi bunu yazın belə. 7 üstü kök altında x çıx 5'e 1 t desək, olar 2t çıx 7 üstü 1 bölünsün məxrəcə düşür axı o. 7 üstü mənfi x minus 5 məxrəcə düşür. Olur t. Böyükdür 13'dən. 2t kvadratı minus 13t çıx 7. Bir də qarşıda t var. Böyükdür 0'dan. Vurğulara ayırsaq t diskriminatı bunun 169 üzərinə gəl 8 7 56 225 15 t birim eləyir 28 7 t minus 7 düz yazdım mı 28 7 bir də 13 çıx 15 eləyir mənfi 2 mənfi 2 böl 4 mənfi 2'də 1 mənfi 2'də 1 yəni 2x plus 1 vurğulara ayırdıq bunu. Yazmalıyıq ki böyükdür 0'dan. Bu şəkildə. İndi əvəzləməni gətirib yerinə qoyun. Əvəzləmən budur, yuxarıda görürsünüz. 7 üstü x minus kök altında x minus 5 vurulsun. 7 üstü kök altında x minus 5 çıx 7. Bir də 2 vurulsun 7 üstü kök altında x minus 5 üstəgəl 1 böyükdür 0'dan. İndi şagirdlər dedik ki, üstü funksiya həmişə 0'dan böyükdür. Qiymətlər oblası 0 müsbət sonsuzluq. Onda bu həmişə müsbət ədəddir. Bunu silin, 0'dan ixtisar edin. Bu da həmçinin 0'dan ixtisar edə bilərsiniz. Qalır bu hissə. Yəni 7 üstü kök altında x minus 5
böyükdür 7-dən. Bu da olur belə də, üstündə 1 var. X minus 5 böyükdür 1-dən. İndi bunu da işləyin də, belə işləyirsiniz. Kvadrata yüksəldin. Ümumiyyətlə x minus 5 böyükdür 0-dan bərabərdir. X böyükdür bərabərdir 5-dən. Sonra bir də kvadrata yüksəldəndə x minus 5 böyükdür 1-dən. Bu da eləyir x böyükdür 6-dan. 5-dən böyüklər, 6-dan böyüklər. İndi bir şeyə diqqətlə baxırıq. Fikir verin, burada 5 yerinə yazsam, məsələn, bura 5 yazsam, bura eləyər 0, bura eləyər 0. Görürsünüz. 5 çıx 5 eləyir 0. 7 üstü 0 1'dir. Bu da eləyir 1 çıx 0 1. Yəni elədi 2 çıx 7 böyükdür 13-dən. Baxın 2-dən 7 çıxanda eləyir -5. -5 13-dən böyük deyil. Deməli buna baxmıram. O zaman olur nə? X böyükdür 6-dan. Və 6 daxil deyil. Burada bu işarə düşməsin gərək. Niyə? Çünki yerinə yazsaz 2 vur 7 üstü 1 7 çıx 5 qoyanda 7 üstü 0 1 böyükdür 13-dən. Yəni burada 13 13-dən böyük deyil. Ona görə 6 daxil deyil, müsbət sonsuzluq olmalıdır. Yəni burada bir dənə mötərizəyə diqqət. 39-cu suala baxıram. İfadəsinin qiymətini tapın. Burada bunda belə yazın da 7 üstü 2-də 1 loqaritma kök 7 əsasdan 3 vurulsun. Bir də loqaritma kök 7 əsasdan 3 vurulsun loqaritma kök 3 əsasdan 7. İndi baxın bu hissəyə. Belə deyək də bu kök 7 2-də 1'dir burada. Diqqətlə baxın 2-də 1'dir. 2-də 1 tərsi. Yəni 2 kimi qabağa keçir. Bunlar getdi burada. Bunlar da getdi qaldı 3. 3 vurulsun. İndi baxın bu hissəyə. Baxın bu hissəyə baxırıq. Altdan yazıram. Loqaritma 7 üstü 2-də 1'dir. 2 keçir qabağa. 3 vurulsun. Loqaritma kök 3 əsasdan 3 üstü 2-də 1'dir. Tərsi 2 kimi keçir qabağa 7. Bunlar da bilirsiniz ki 1 eləyir. 2 vur 2-də 4. Burada da 3'ü 4'ə vurun. 12 alansın. İfadəsinin qiyməti 12. Amma burada bir şey var ki, burada 3 üstü 4 qalır, 81 qalır. Niyə? Çünki bu 7'nin üzərində idi hamısı. Baxın, bir də göstərim o hissəni. Bu 7'ni yazmadım da, hamısı 7'nin üzərində idi axı. Baxın, belə idi də, 2-də 1 loqaritma kök 7 əsasdan, yəni qalsın belə, kök 7 əsasdan 3 vurulsun loqaritma kök 7 əsasdan 3 bir də vurulsun loqaritma kök 3 əsasdan 7. İndi şagirdlər, bura bir dənə diqqət. Biz bunun cavabını aldıq da yuxarıda. 4 alındı da, bunlar ixtisar getdi, burada 4 alındı. Baxın, burada qeyd eləmişdim bunu. Baxın, ixtisar gedir, qarşılıqlı tərsli 4 alınır. İndi bu 3'ü 4'ə vurmuşuq biz, amma elə deyil. Bu 4 gəldi qabağa. Bu 4'ü, bunları silə bilərəm də artıq. Bu getdi, qaldı 4. Bu 4'ü buradan silirəm, atıram bura qabağa 4. İndi bu kök 7'ni də yazıram 7 üstü 2-də 1. 2-də 1 də tərsi kimi 2 kimi qabağa keçir. Bunlar getdi, qaldı belə bir şey. 7 üstü loqaritma 7 əsasdan, bu 4 gəldi bu 3'ün qüvvətinə. Biz bayaq onu 3'ə vurmuşduq. Yəni 3 üstü 4. Bu da 1 eləyir. 3 üstü 4 də 81. Diqqətlə baxın. Burada 3'ü 4'ə vurmuşduq. 7'nin üzərində olduğunu nəzərə almamışdıq. 39 idi. 40'a baxıram. Tənklər sistemindən bu cəmi tapın deyir. Bu cəmi tapın. Bunu belə yazın da. 2 üstü x vurulsun. 5 üstü mənfi x yazsaz. Eyni şeydir. Vur 5 üstü y. Bərabərdir 20. 20'ni də parçalayın 4 vur 5 yazın. Yəni 2 üstü 2 vur 5 üstü 1. Buradan 2 üstü x bərabərdir 2 üstü 2'ye. X alındı buradan 2. Bir də 5 üstü y çıx x bərabərdir 5 üstü 1'ə. Y minus x də bərabərdir 1'ə. Y də bərabərdir buradan 3'ə.
Yoxlasaq yerinə qoysaq ödəyirmi? Ödəyir. 4 üstəgə 3, 7. X plus Y cəmini soruşur. Elədi 5. 40 idi bu. Neçə dənə qalıb? -a baxıram. Misal 41. İfadəsinin qiymətini hesablayın. Deməli, şagirdlər dedi ki, loqaritma A əsasdan B vurulsun loqaritma B əsasdan C bərabərdir. Belər ixtisar loqaritma A əsasdan C. İndi burada da bunlar ixtisar gedər, amma burada kökün altındadır. Bu kökü biz üstü 2'də 1 yaza bilərik də. Yəni belə. 2 loqaritma kök 5 əsasdan sinus pi bölü 7 vurulsun loqaritma sinus pi bölü 7 əsasdan üstü 2'də 1. 2'də 1 də qarşıya 2 kimi gəlir. Bir də burada 5 var. Bu 2'ni də attım bura. Yanına eləsin 4. Hasildir. İndi dedik ki, bu xassəyə görə olacaq belə. 4 loqaritma bunlar getdi. Kök 5 əsasdan qaldı 5. Bu da 4 loqaritma kök 5 5 üstü 2'də 1'dir. 2'də 1 tərsi kimi qabağa gedir, qalır belə. Bunlar da ixtisar cavab 8. 42. 5 əsasdan 14'ü A və B ilə ifadə edin. Loqaritma 5 əsasdan 14. Bunu yazın. 2 vur 7 kimi. Bu da eləyir loqaritma 5 əsasdan 2 plus loqaritma 5 əsasdan 7. İndi bunu 10 əsasa gətirin. Yazın belə. Elgə 2 böl elgə 5 plus elgə 7 bölünsün elgə 10. Bir əsasdan digər əsasa keçdim. Elgə 2'nin qiyməti var A. Elgə 5'in yerinə də bir belə yazın da. Elgə 5'i yazın. Baxın, bu elgə 5 lazımdır da bizə. Elgə 5 bərabərdir. Elgə 10 böl 2. Bunu da açın. 1 minus elgə 2 kimi. Yazın 1 minus elgə 2 də A'dır. Üzərinə gəl. Elgə 10 1'dir. Elgə 7 də verilib zaten B. Ortaq məxrəc eləyin. 1 minus A'da. Yuxarıda deməli nə olur? A üzərinə gəl. B çıx AB. Harda səhv etdim? Görəsən harda səhv etdim? Elgə 7 B'dir. Belə bir cavab yoxdurmu? Hə, burada səhv etmişəm də. Elgə 7 böl elgə 5 yazmalıydım mən. Elgə 5. Bura kimi düzdür. Bu da elgə 7 B'dir. Elgə 5'i də tapmışam da. Bu da 1 minus elgə 2. Yəni 1 minus A. Bu da alınır 1 minus A'da A plus B. Belə bir cavab. Yəni D variantı. Bunu başa düşdünüz də. Elgə 10 çıx elgə 2 yazıram. Baxın, yəni elgə 10 çıx elgə 2. Bu da 1 çıx elgə 2 deməkdir. 42 idi bu. 43'ə baxıram. 43. Bərabərsizliyinin tam həllərinin deyir cəmini tapın. 7 üstü 3x kvadratı sağa keçirsək bunu 7 üstü 1 böl olanda üstü məsələn 1 böl A nə deməkdir? A üstü mənfi 1. Bunu da elə yazıram. Üstü mənfi 33x çıx 72. Əsas 1'dən böyükdür. Olduğu kimi yazırıq. Mənfi 33x çıx 72. Bu da 3x kvadratı plus 33x plus 72 kiçikdir bərabər 0. 3'ə bölün x kvadratı plus 11x plus 24 kiçikdir bərabər 0. İndi şagirdlər siz bunun artıq tam həllərini özünüz cəmləyə bilərsiniz. Diskriminantdan köklərini tapıb cəmləyə bilərsiniz. Diskriminantı neçədir bunun? 121 çıx 96, 25 5 çıxır. Gətirib yerinə qoyub da özünüz tapa bilirsiniz bunu artıq. 44-cü sual. Bərabərsizliyin tam həllərinin cəmini tapın. İndi xassəyə görə bu x kvadratıdır. Çıx 2x çıx 3. C'dir bərabər 0. Aydın məsələdir. İndi şagirdlər.
Və bu x kvadratının sıfırdan böyük olma şərtini unutmayın. Çünki loqaritma var orada. Bunun kökləri də Viet teoreminə görə x1-imiz müsbət 3-dür, x2-miz mənfi 1-dir. Vuruqlara ayrılır x plus 1 ilə x minus 3 kimi kiçikdir sıfırdan. Bunun da həll aralığı mənfi 1 ilə 3-dür. Amma diqqətli olursunuz, çünki burada sıfırdan da böyük şərtimizi nəzərə alırıq. O da olur nə? 0, 3 aralığı. Çünki mənfi 1, bir dəqiqə diqqətdən baxaq. Mənfi 1 bunu ödəməzmi? Bir dənə baxaq. Amma bunu mənfi 1 ödəyir də. Mənfi 1 ödəyir, çünki mənfi 1-in kvadratı müsbət 1-dir. Bunu ödəyir. Bizə sayını soruşsaydı əgər, tam həllərinin sayını tapın. Artıq biz bunu belə yazardıq. Yəni burada x bir dənə 0 olmazdı. Yazardıq ki, mənfi 1-dən 0-a birləşmə 0, 3. Artıq 0-ı saymazdıq. Burada isə tam həllərinin cəmini soruşur. Mənfi 1, üstəgəl 1, üstəgəl 2, üstəgəl 3. Bunlar getdi, qaldı 2 üstəgəl 3, 5. Bir şeyi dəyişdirmir. Sonuncu sualdır, 45-ci suala baxıram şagirdlər. Belə olarsa, deyir bunu tapın. Bunu yazın belə də, loqaritma p əsasdan, bu 4də 1-dir, AB bərabərdir 6-ya. Burada loqaritma p əsasdan AB bərabərdir 6-nı 4də 1-ə böləndə 24. İndi bir də baxın digər tərəfdən loqaritma p əsasdan 4, p əsasdan 4, 4də 1 kimi qabağa keçir. A bölünsün B bərabərdir 2-yə. Bu da loqaritma p əsasdan A böl B bərabərdir 2-ni 4də 1-ə böləndə 8. İndi bizə bunu soruşur. Bunu tapın. Bunu yazın belə də, loqaritma p əsasdan A üstəgəl loqaritma p əsasdan B, hasili cəmə çevirdim 24. Bir də loqaritma p əsasdan A çıx loqaritma p əsasdan B bərabər 8. Tərəf-tərəfə toplasam 2 dənə loqaritma p əsasdan A bərabərdir. Bunlar gedər də 32. Bunda loqaritma p əsasdan A alındı 16. Bir də tərəf-tərəfə çıxın. İndi bunlar getsin. Alınırmı? 2 loqaritma p əsasdan B bərabərdir 16. Loqaritma p əsasdan B bərabər 8. İndi mənə p əsasdan A-nı p əsasdan B-yə bölün deyir. Parametrləri də elə veriblər. Demək olmur heç. 16 böl 8, 2. Cavabımız oldu 2. Belə şagirdlər, 45 dənə sualın izahını verdim. Növbəti izahlarda görüşənə qədər sağ olun.